Vətəndaşların müraciətlərinin böyük əksəriyyəti əlilliyin qiymətləndirilməsi ilə bağlıdır. Bu da onu göstərir ki, proses diqqətlə izlənilməli, bu sayədə olan boşluqlar aradan qaldırılmalıdır. Bunu millət vəkili Elçin Mirzəbəyli deyib. O, eyni zamanda vahid informasiya bazasının tam formalaşmamasının da qiymətləndirməyə mənfi təsir göstərdiyini bildirib. Əlilliyin qiymətləndirilməsində istifadə olunan məlumat mənbələrinin dağınıq olması qərarların obyektivliyinə mənfi təsir göstərir. Millət vəkili Elçin Mirzəbəyli deyir ki, vətəndaş müraciətlərinin arasında əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edir. O bildirib ki, prosesin şəffaflaşdırılması və mövcud boşluqların aradan qaldırılması üçün kompleks addımlar atılmalıdır. Təbii ki, bu istiqamətli islahatlar həyata keçirilir. O davamlı bir prosesdir. Yəni qısa müddət prosesin başa çatması mümkün deyil, amma prosesin içərisində yer alan baxış bucağının özünün dəyişməsinə ehtiyac var. Çünki dünyanın prinsip etibarilə əksər ölkələrində, inkişaf etmiş ölkələrində əlilliyin müəyyənləşdirilməsi təkcə tibbi göstəricilərə görə deyil, eyni zamanda sosial faktorlara görə müəyyənləşdirilir. Yəni konkret şəxsin olduğu sosial mühit və o sosial mühitin ona təsiri və s. və ilaxır. Yəni çoxsaylı bu məsələlərin içərisində komponentlər var ki, bu kompleks yanaşma deməli tələb edir. Deputat bildirib ki, xüsusilə kənd yerlərində yaşayan vətəndaşların informasiya resurslarına çıxışı məhduddur. Bu səbəbdən onlar proses haqqında dolğun məlumat ala bilmirlər və qiymətləndirmə mərhələsində çətinlik çəkirlər. Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı Bakı şəhərində və mərkəzi şəhərlərdə yaşayan insanlar, informasiya resurslarına ələ çatan insanlar ola bilsin ki, prosesin içərisində daha aktiv şəkildə yer ala bilirlər. Amma ölkə əhalisinin metri hissəsində, müəyyən bir hissəsində kəndlərdə yaşayırlar, ucqar kəndlərdə və onların informasiya kommunikasiya texnologiyalarına daxil olması ilə bağlı müəyyən məhdudiyyətlər var. Həmçinin xəstəlik tarixçələrinin zamanında deməli informasiya resurslarına yerləşdirilməməsi və vahid informasiya bazasının tam formalaşdırılmaması nəticə etibarilə əlilliyin formalaşması prosesinə də maneə yaradır. Eyni zamanda vahid informasiya bazasının təkmilləşdirilməsi istiqamətində geniş addımlar atılmalıdır deyə deputat vurğulayıb. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə Xəzər xəbərə bildirildi ki, əlilliyin qiymətləndirilməsi elektron qaydada vətəndaş ekspert ünsiyyəti olmadan həyata keçirilir. Prosesin rəqəmsallaşdırılması, qərarların adsızlaşdırılmış elektron sənədlər əsasına verilməsi bu sahədə subyektivliyin tamamilə aradan qaldırıb, şəffaflıq və obyektivliyi təmin edir. Vətəndaş əlillik təyinatı üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməlidir. Şəhla Poladova, Yusif Kərimli, Üzeyir Ağayev, Xəzər xəbər.